sualı olanlar yavaş yavaş. Var sual. Birinci asılış lazımdır. Ay gələcək. Əgər qadının boynunda qüsul varsa, oruçlu olması, yəni oruç tutması icazə verilir. Yəni qardaş soruşur ki, əgər qüsul varsa gecədən boynunda, qüsul da ala bilmədin. Lakin fəcr artıq girib, niyyətim də olub. Oruc tuta bilərəm o günü, tuta bilərsən. Orucu tuta bilərsən. Çünki şərt deyil, oruç tutanda boynunda qüsul olsun. Şərt deyil. Orucun səhihdir. Aydındır. Düzdür, namaz qıla bilməzsən, amma orucu tuta bilərsən. Yox, qan pozmur orucu, yox. Qan pozmur. Hərdən görürsən, qardaşlar deyir, onlar oruclu vaxtı hicam eləmək və ya orucluq vaxtı zəli qoymaq. Birinci qardaşlar, düz deyir, olar. Olar. Əgər bədən zəifləməyəcəksə, orucu tut. Lakin orucunuzu, ibadətinizi qoruyun da. Onsuz da yəni güclə namaz qılırıq da, ixlasla. Çətindir. Diyananda, məsələn, diyanırsan gözünün qabağında, necə olmasa da gözün baxır da, başlayır. Onsuz da güclə qılıq, ixlasla namaz qılmaq çətindir. Həmçində orucu da, oruc saxlamışıq. Çünki qan çıxanda təbii ki, bədən zəifləyir. Əlhamdülillah eləyərsən də iftardan sonra da, elə qalıb ki, mütləq elə günorta vaxtı eləyəsən, oruç tutan vaxtı. Amma birdən eləsən, inşallah pozulmur. Necə ki, məsələn, barmaqdan birdən həkim qan götürsə, yenə pozulmur. Amma damardan birdən çox götürsə, birdən görürsən, halın dəyişir, onu da aça bilərsən. Amma tuta bilsən, tut. Amma yenə də biz o Ramazandan qabaq gələk. Müalicə varsa, nəsə varsa, işləri elə ki, bu ay mane olmasın sənə işdən. Əslində belə olmalıdır. Bəli. Qadın üzrü vaxtı Ramazanda qəzaları, Ramazandan sonrası vaxtda tutduqda eyni savabı qazanır. Qadın yəni aylığında indi tutmur da oruc, namaz da qılmır. Amma namazı qəza eləmir təmizlənəndən sonra. Amma orucu qəza eləyəcək. Eyni savabı qazanacaq. Eyni savabı. Çünki o üzürlü daxil. Ona görə. Aydındır. Allah bu İslamın yüngülləşdirilməyindən göstərir. Görürsə, şəriət necə yüngüldür, hasanddır, insanları nəzərə alıb, bizi nəzərə alıb. Görürsən, məsələn, 4 rükətdir fərz, səfərə gedəndə 2 olur. Məsələn, dastamaz lazımdır, qüsul lazımdır. Lakin şəriət deyir, birdən qüsul alsın, xəstələnəcəksənsə, təəmmüm al. Görürsən, şəriət nəzərə alıb bizi. Bizi qoruyur. İftardan sonra? İftardan sonra təəmmüm ala bilərsən. Əgər onunda qüsul var və ya su yoxdur. Əgər hər hansı bir müsəlman da 3-4 il ondan əvvəl xəstəliklə bağlı Ramazan orucunu tutmuyor. 3-4 il ağır. Yəni qardaş deyir ki, 3-4 il əvvəl bir qardaş oruç tuta bilməyib də. İndi neynəsən? O onu qəzalan eləyəcək. Qəzalan eləyəcək, tutacaq. Sağaldıqdan sonra qəzalan tutacaq. Yəni kəffarə ona aid olmur da. Yox, kəffarə bilirsiniz, əsasən kəffarə kimə aiddir? Kəffarə yəni günə bir nəfəri yedirmək. Kəffarə odur. Kəffarə kimə aiddir? Kim heç vaxt tuta bilməyəcək. Məsələn, kəffarə tutaq ki, o həddindən artıq yaşlı qadın, kişi, qoca tuta bilmir. Kəffarə olur. Və ya daimi kimdə xəstəliyi var. Məsələn, əlacı yoxdur, daimi xəstəlikdir və oruc tuta bilmir. Onlara kəffarə var, onlar yedirir. Amma kim ki tuta bilərsə, o qəza eləsin. Bəs kəffarə ən son həddidir, kəffarədən daha... Yox, kəffarə sondur. Birdən desə ki, mən kəffarə də verə bilmirəm. Müştə, haçan imkan ola verərsən. Allah gözün çatan qədər ibadət elə. Aydındır? Qadın üzrə hamilə vaxtı gəlir Ramazanda oruç tuta bilmirlər deyir. Ondan sonra süd vermək və s. Elə olur ki, alan qədər yığılır, qalır növbəti Ramazana. Olar. Heç olmaz. Qadındır, məsələn, hamilə vaxtı tutmadı, sonra uşaqdan azad olandan sonra yenə süd verdi, o müddətdə də tutmadı, 1-2 il, 2-3 il. Yığılır, sonra qəza eləyəcək. Qəza eləyəcək. Nə qədər yığıldı, qəza eləyəcək.
Bəs Ramazan gələsi olsa bu Ramazanı başlayıb tutmağa, o bir Ramazanları qəza edir. Hə, bəli, bəli. Allah səbir. Şeyh, bilərəkdən sübh namazına yatanda artıq o namazın qəzasını yoxsa ki, qəbul deyil? Yox, qəza qılınır. Hə, olmaz, çalışın, adət eləməyin də bunu. Hə, nə var orada ya? Özü öyrəşdir və salam. Köməkli elə, yanındakilər deyinə, qardaşları deyinə zəng eləsinlər. Biraz durdun, sonra özün başlayacaqsan. Aydındır. Asma xəstəsi olan dərman vurur, boğazdan. Asma xəstəsi olan. Hə, yəni asmada o belə sıxırdan var, hava. Olar o, pozmur. 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 Necə ki damcılar. Gözə, qulağa, buruna da. Bir dənə buruna, məsələn, tökəndə əgər görürsən boğazıma gəlirsə, çalış gedməsin. Amma belə pozmur, yox. Pozmur. Amma qəlqələ, hə. Məsələn, bəzi qardaşlar deyir ki, məsələn, boğazım gəlib qəlqələ eləyə bilərəm. Qəlqələ nə deyir, başını qaldırırsan, o özünü qoru da. Özünü qoruyur. Hələ yox. Çimmək olar. Oruç tutan adam çimə bilər. Qorxusu yoxdur. Amma qaldı ki, hovuzda üzmək olar. Amma başı tam salmada suya. Çünki qulaq, su gedə bilər. Ehtiyat elə. Orucluda iftarı açana sapar, yoxsa onu yedizdirmək necə gedir orada? Fərqi yoxdur. Orucluqda iftarı açan bir də yedizdirən. Yəni ayrı-ayrı adamlardır. Hə, məsəl üçün biri xurma alır, biri də yedizdirir. Heç də olmaz. Elhamdülillah hamısında savab var. Yəni əsas orada savabı payını kim götürür? Hamısı. Hamısı. Kim iştirak edib orada? Yəni o şərt deyəcək, milli qurma ikinci atır. Ya. Bir dənə iftarı 2 nəfər pul qoyub yemək bişirtdirir. Bəzən insan xurma alır, qardaşın bir də yemək verir. Ya, heç də olmaz. Qardaş ki, mən Yo. Hər ikisi savab qazanır. Şeyh, Ramazanın son 10 gündə tək ayırmadan bütün gecəni Allahın ibadətdə qalması əminliklə deyə bilər ki, müsəlman ki, mən Qədr gecəsini qaldırdım belə. Yox. Hə, Ramazanın 10 gecəsi axır. O Qədr gecəsi belə axtarmaq çətindir də, mümkün deyil. Ən salamatı nədir? Hər gecə, lap fərqi yoxdur, tək, cüt. Hər gecənin bir hissəsini ibadətlə keçirsən, səhərəcən lazım deyil. Bir hissəsini ibadətlə keçirsən və salam. Deyə bilərsən, əlbəttə mən Qədr gecəsində nail oldum. Əlbəttə. Amma gözləmə də, gözləmə. Mən 27-ci gecə ibadət edəcəm. 23-cü gecə ibadət edəcəm. Hələ lazım deyil. Şərtdən belə bir sual. Qardaş bizdən rayonuna Gəncəyə gedib gələndə bəzən deyir səfər görürəm, səfər qılıram, bəzən səfər qılmıram. Tövbə. Belə demək düzgün. Yox, bax, səfər nə vaxt təyin olunur? Səfər heç olmasa bir 70-80 kilometr. Əgər sənin getdiyin yer 70-80 kilometrdirsə, artıq şəhərindən, kəndindən çıxdın, səfər hökm başlayır. İndi nə qədər kilometrdir? Buradan Gəncəyə kilometr 35, yox, yaxındır 35. 35 yox, 35 səfər qılmayın. Yox. Heç olmasa 70-80 olsun qardaşlar. Azı 70-80-ci səfər başlayır. Şəhərindən çıxandan sonra. 35 səfər deyil, yox. İnşallah səfər deyil. Ha. Olsun. Yəni bilirsən, o sərhədlər hələ belə qoyulub da, amma biz onunla götürmürük də. Bura hamısı bizimdir. Buradan gedirsən o birisi rayona, eynidir. Kilometrdən götür. Necə ki, məsələn, ay görmək məsələsi. O demək deyir ki, ölkədən ölkəyə. Bir, orada qəsd olunmur ölkə hansı ölkə. Qabaq ölkələr yox idi axı. Məntəqədən məntəqəyə. Əslində, məntəqədən məntəqəyədir. Ola bilər, bir məntəqədə görünsün, bir məntəqədə yox. Zəkat verməmək ağır məsələdir. Yəni, Zəkat verməmək, əgər sən malın zəkat verməlisənsə, vermirsənsə, elə bir ki, namaz qılmırsan. Və bununla yanaşı, əgər bir qardaşa bəla gəlirsə, qardaş deyə bilər ki, misal sən zəkat vermirsən də uzun müddət. Ola bilər ki, bu səbəb bəladır. Yəni, bəla gələndə demək olar ki, sən zəkat vermirsən ona görə. Allah onu bilmirik. Məhz o bəla nəyə görə gəlib? Səbəb. Ya Allah bilir. Ola bilsin bəlkə. Amma qəti deyənməli yaxı. Allah qeybi məsələlərdir, biz girmirik o məsələyə.
Aydındır. Allah şükür. Ya əslində bilsən, gərək sualları yazasan. Yazılsın hər şey. Yazasan qabaqcadan. Yoxsa gəlirsən, indi yadından çıxır, bax görürsən. Hə. Əslində yazırsan sualları, sonra gəlirsən, yavaş-yavaş oxuyursan. Hələ rahat olur və faydalı olur. Eyb etməz, eyb etməz. Peyğəmbərlərimiz ard-arda oruç tutur. Yəni bir gün asmadan ikinci gün orucunu tutur. Ha, bəli, bəli. Yəni biz də onun kimi eləyə bilərik. Yəni bunu satırıq. Hə. Yəni sən deyirsən səhər yeməmək. Hə? Ancaq iftar eləmək. Yox. Bəli, bizdən qabaq olan ümmətlərdə oruc, suhur yox idi. Suhur yox idi. Bizim ümmətdə suhur var. Suhur yəni səhər yeməyi. Amma əvvəlki peyğəmbərlərin oruclarında suhur yox idi, düzdür. Ona görə Məsələn, birinci iftara atmadı. Gözlərdə suhur da eləmədi. İkinci iftar arasında 2 gün olmadı. qəsdən eləməsin. Məsələn, birdən yatıb qalıb, oyanıb görüb artıq sübh namazıdır, suhur eləməyib. Hə, o heç. Amma suhur eləyə bilərsən, suhur eləmirsən. Olmaz, eləmə. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyib ki, suhurda bərəkət var. Təsəhharu. Fə innə fi suhuri barakə. Yəni suhur edin, çünki suhur etməkdə bərəkət var. Ona görə indi düz deyə suhur o demək deyil ki, sən oturub 2-3 qab xaş yeyəsən. Suhur o demək deyil. Suhur, su da içdin, suhurdur. Bir dənə xurma yedin, o da suhurdur. Aydındır, əsas odur, ye, iç, savab qazan. Oruçluqda xəstəlik yüzündən arada bir gün qəza edən, növbəti gün başqa günlərdə tutanda həmin savabı qazanır. Əlbəttə, əgər doğrudan üzürlü olmusansa, əlbəttə. Əlbəttə. Sonra qəza eləyirsən də. Üzürlü üçün sayılır. Daima ehsan içində qalmaq üçün daima gərək günahlardan çəkinəsən, gərək ibadətli olasan, gərək oxuyasan, elmli olasan, dərslərə qulaq asasan, öz nəfsinlə mübarizə aparasan, pis əməllərdən çəkinəsən deyə, xeyirli əməlləri edəsən, bacardığın qədər. İnşallah belə olsa, hə. İbadətə məsələn 10 ildir, 15 ildir başlayıb da Quran oxuya bilməyənlər günah qazanırlar bu əməllərinə görə, yoxsa nə? Yəni namaz qılır, amma Quran oxuya bilmir 10-15 ildir. Ha, bu eyibdir də, eyibdir. Mən hərdən çox danışıram barədə. Quran oxumaq, qardaşlar. Necə yəni sən Quran oxuya bilmirsən? 28 hərf də nə var orada? Yaxşı, danışmaq çətindir. Danışmaq da çətin deyil. Yaxşı, qrammatikası çətindir. Amma oxumaq, hərfləri öyrənmək asandır axı. 28 hərf də nə var orada? Özü hər hərfinə 10 dənə savab var. Yəni bir dənə deyəndə ki, Bismillahirrahmanirrahim 19 dənə hərfdir. 190 dənə savab. İndi təsəvvürlə Fatihə neçə hərfdir? Fatihə surəsi. Təsəvvürlə Bəqərə surəsi neçə hərfdir? Gör, savab doludur. Amma oxumayan, gör nə qədər özünü məhrum eləyib savabdan. Həmçinin də necə əvvəldə qeyd etdik, şəfaatçi gələcək sənə Quran-ı Kərim. Quran-ı Kərim şəfaatçi gələcək qiyamət günü. Deyəcək, ya Rabbi, məni oxuyurdu. Sən özünü məhrum eləmirsən ondan. Olmaz, öyrən. Öyrən və oxu. Yəni sələf, kitabdan oxumaq olar, əzbərdən də olar. Telefondan da olar, sayılır. Yəni sələf Quran-ı Kərimi başqa cür yanaşırdı, əzbərləyirdilər. Özü də xüsusən Ramazanda İmam Şafii 60 dəfə oxuyurdu Ramazanda. Yəni bir dəfə səhər, bir dəfə axşam. Tam. Gündə 2 dənə, 2 dəfə. Allahın bərəkət sayəsində. Həm də oxuyurdular da, onlar əzbər oxuyurdular. Belə də, məsələn, oturanda adam belə özündən də fikir verir. Rahat 500 oxuya bilirsən. Məsələn, 2-3 saat otursun səhər, 500. İndi vaxt ayırsan belə, bekarolçuluq olsa. Günə 5-10 dənə 300 oxuya bilərsən, 3 günü qutara bilərsən rahat. Yəni, rahatdır yəni, çətin bir şey yoxdur orada. Sadəcə öyrən. Bu nədir? 15 il namaz qılsan, Quran oxuya bilmirsən. Eyibdir.
Bu məktəbdə uşaqlar üçün bu müəllimlərə pul yığırlar, 8 manat və sair belə. Bu məsələlərdə biz indi biraz qırağa duruq. Ramazanda belə uşaqlara hədiyyə bir də qadın müəlliməsinə ətir almaq belə uyğun olar. Bilirsiniz, deməli, qardaş soruşur ki, müəllimlərdə üçün pul yığılır, 8 martda, nə bilim, başqa günlər. Onlar bu Ramazan ayında yenə nəsə yığılır, hədiyyə alıb verəsən. İş vaxtı. İşçiyə nəsə vermək olmaz, rüşvət sayılır. Fərqi yoxdur Ramazanda və ya başqası. Fərqi yoxdur. İş vaxtı o işçiyə nəsə verirsənsə rüşvətdir. Uşaqlara belə hədiyyə kimi yan vermək ki, Ramazan bayramını bir növ Uşaqlara olar, uşaqlara hədiyyə versin, o heç. Amma müəllimə işçi daxil. İş vaxtı olmaz. Rüşvətdir o. Rüşvət haramdır. Bəs hamısın. Ən böyük günahlardandır, kəbairdir. Rüşvət əslində alçaldır insanı. Günahlar alçaldır, rüşvət də həmçinin. Məcbur olsun elə. Məcbur. Belə yox. Aydındır. Məktəblə bağlı bir sual verim. Yəni, ev tapşırığında hansı şəkillərin çəkilməsidir? Yəni, bu kimi şeylər uşağa tapşırırlar ki, müəllimə, yəni bu şəkili çəkin, bundan çəkin, hansı heyvan olur, başqa şəkillər olur. Yəni, onu çəkməyib, uzaqlaşmaq, yəni... Yəni, qardaş soruşur ki, məktəbdə rəsm dərsi var. Biz bilirik ki, şəriətlə şəkil çəkmək olmaz. Yəni, şəkil çəkmək insan şəkli, heyvan şəkli, ruhu olan. Belə vəziyyətdə neynəsən? Çəkməsən, amma birdən görsə ki, məcburdur, ev tapşırığı verilir və s. çəksin, sonra özündə qalacaqsa saxlamasın, sırsın. Aydındır? Elhamdülillah. Sonra Ramazandan beri son Ha, bir nəfər yəni bank işlədir, onlar təzə ofis açır. Sonra da qapılar qoymaq istəyirlər. Mənə deyirlər ki, orada bir qapılar var. aydındır. Yəni bankdır, sənə sifariş verir ki, qapıları düzəltdir, bankın. Yəni sən bilirsənsə, əgər haram iş gedəcəksə orada, eləmə, tərk elə. Haram olacaqsa yox. Vitr namazına qunut tutmaq vacibdir. Bilirsiniz, qardaşlar, qunut tutmağı adət eləmiyor. Qunut. Peyğəmbər sallallahu əleyhi və səlləm tutub, sonra tərk elədi. Tutmadı. Qunutda biz öz dilimizdə dua edə bilərik. Qunutda öz dilində dua edir. Namazda 7 yerdə dua etmiyorlar. 7 yerdə. Hansılardır? Onlardan da biri qunutdur. Şeyh ofislər o dərs əsasıdır. Yəni bunu Yeddə haradır? Namazda o birinci iftitah duasını eləyirsən, təkbirətül ihram. Təkbirətül ihram hansı təkbirdir? Başlanğıcda. Başlanğıc. Yaxşı. Ne üçün adını təkbirətül ihram qoyublar? Çünki yeməyi, içməyi, danışmağı haram edir. Normalda halal olan şeyləri haram edir. Oruc zaddır, yeyib içməyi tərk edirsən. Oruc zad, o orucdadır. Ne üçün birinci təkbirətül ihram deyiblər? Yox. 4 şey haram edilir. 4 şey haram edir. Yox. 4 şey yox çünki. Sadəcə ihram geyəndə ihram. O bəzi şeylər olmaz axı. Orada da ona. Orada da ihramı geyəndə sən bəzi şeylərlə gedə bilməzsən axı. Ona görə də o təkbirin adını ihram qoyurlar. Təkbirətül ihram. Elə ki o təkbir birinci təkbirdir o. Əsas. O təkbiri eləyən sonra Allahu Ekber, ona deyirlər təkbirətül ihram. Və həmçinin də salam da elə bir ki ihramdan çıxan halı oxşayır. Artıq icazə verirlər şey. Aydındır? Hə. Nədən danışırdıq? Sual nə idi? Namazda hansı yerlərdə dua edir? 7 yerdə dua eləmiyorlar. Birinci, təkbir eləyəndən sonra təkbirətül ihram, istiftah duasını eləyəndən sonra orada dua eləyə bilərsən. Fatihəni başlamamış. Öz dilimizdədir. Öz dilində. Fərqi yoxdur, sünnət, fərz. İkinci, rükuda. Sübhan Rabbil Azimdən sonra. 2.
Üçüncü rükudan qalxanda Səmiyallahu limen hamdə Rabbina və lekal hamd o arada. Rabbi Şfirlin yerinə. Rabbi fili o öz, hələm gəlməmişik ona. Rükudan qalxanda Səmiyallahu limen hamdə Rabbina orada dua eləyirsən, sonra Allah Ekber deyib geysən səcdəyə. Səcdə neçə oldu? 4. Sonra 2 səcdə arası 5. Rabbi fili deyəndən sonra dua elə. Sonra Allah Ekber deyib get 5. Hə, təşəhhüdün sonu. Salamdan qabaq 6, bir də qunut 7. Allah bərəkət versin. Fayda olur. Yəni öz dilində dua eləmək olar qardaşlar. Tutaq ki, yaxşı mən ərəbcə bilmirəm, indi dua eləyə bilmərəm. Əlbəttə eləyə bilərsən. Fərqi yoxdur, fərz və ya sünnət. Fərqi yoxdur. Aydındır? Zəkəriyyə peyğəmbərdən əvvəl şəhid olan peyğəmbər kim oldu? Yəni ilk şəhid olan peyğəmbər. Allah bilmirik onu. Bizə Allah Taala nə deyir Quran-Kərimdə? Biz sənə bəzilərindən xəbər verdik. Yəni peyğəmbərlərdən. Bəzilərindən xəbər vermədik. Peyğəmbərlərin də sayı neçə olub? 124 min. Onun 315-i necə Əbu Zərin rivayətində gəlir, 315-i rəsul olub. Qalanı nəbi. Rəsul olub, qalanı nəbi. İndi bizə Quran-ı Kərimdə 25 ya 28 peyğəmbərin adı çəkilib və adından xəbər verilib. Həyatlarından. O birislərdə bizə xəbər yoxdur. Təsəllə, 124 mindən 25-indən xəbər var. Gör nə qədər, biz bilmirik dəqiq. O da peyğəmbər idi. O da peyğəmbər idi, inşallah. O da peyğəmbərdir, lakin adlarını bilmirik də onların. Bilinənlərdən Zəkəriyyə əleyhissalamın əvvəl şəhid. Bəli, biz bilən. Biz bilən. Amma ola bilsin ondan qabaq olub nə qədər. Yatmamışdan qabaq Vaqiə surəsini oxumaq gəlibdi, elə bir şey. Mülk gəlib, yatmamışdan qabaq Mülk surəsini oxumaq gəlib. Mülk daha sabitdir, Mülk surəsi. Təbarək. Bir də bu gecə səhər zikirlərində ərəb hərflərini oxuyan adam amma çəkildiyə oxuyur. Elə oxusa yaxşı, yoxsa transkripsiya ilə oxusa yaxşı? Yox, özü öyrəşdir ərəb hərflərini oxumağa. Çünki o Latin hərflərini oxuyanda sonra məsələn o qardaşlar ki, Latin hərfi ilə Quranı əzbərləyiblər surələri. İndi çətinlik çəkirlər. Çətinlik çəkirlər. Oxuyanda düzgün hərfləri məxrəcdən çıxarda bilmirlər. Ərəbcə məxrəclər var axı. Səhv düşürlər. Ona görə deyirik onlara ki, qariləri qulaq asın. Qoy qulağı, məsələn, qulaq as, qarilərə səhvlərini düzəld. Gör o kəlmələri necə oxuyur. Bir də işdə Zümiyə biraz narazılıq var. Bir də iş yeri şəhərdən kənardadır da, məsələn, Corandadır. Ya Mingəçevrə getməli, ya Gəncəyə ən yaxın yer olaraq. Ona ayda bir dəfə getmək və ya 3 həftədə bir dəfə. Yəni məsciddən uzaqda qalırsa, iş yeri uzaqda, azan da eşitmirsə işdə. Yox, onda bax da bazardan qədər get, amma çalış get. İmkan dairəsində get. Aydınlar ki, gedə bilməsəz üzürlüsüz, eyb etməz. Əvvəlki ümmətlərin biz bilmirik də. Bilirik ki, namaz da olub, oruç da olub. Amma necə biz bilmirik də. Bəli, kamil bizim ümmətədir. Məsələn, biz bilirik ki, onların ibadətlərində rükû da səcdə var idi. Səhər, axşam ibadət var idi. Məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm meyraca getməmişdən qabaq namaz qılırdı səhər, axşam. 2 rükət, 2 rükət. Sonra meyracda 5 oldu. Meyraca gedəndən sonra 5 oldu. Çay işte. Bax belə qardaşlar, əlhamdülillah. Amma mən Ramazan əlhamdülillah rahat keçir, hə? Əlhamdülillah. Heç susamırıq demək olar ki, heç ac qalmırıq. Get-gedə də belə hələ çox çəkəcək, 15-20 il. 33 ildə dəyişir, hə? 33. 30 ildən sonra bir şey olacaq. 33 il. İndi biz təxminən bir 15-20 il rahatdır. Şeyx,
kafir ölkəsində müsəlman Mən onda bir dənə elə vurmuşam da. Hə. Kafir ölkəsində müsəlman hansı şərtlər sala bilər? Yaxud da müddəti nə qədərdir orada yaşayırsa, səbəbləri nədir? Yəni kafir ölkəsində, xaricdə. Kafir ölkəsində birinci ehtiyac varsa ki, bir. İkinci niyyətində daimi yaşamaq olmasın, iki. Niyyətində dəvət olsun. Hə, ancaq belə. Daimi yaşamaq olmaz, düzgün deyil. Maddiyyat normaldır, maddiyyatı normal. Orada ona yaşamaq haramdır, yoxsa qayıtmalı? Vallahi tərk eləsə yaşamağı, indi özün fikirləşməsin də bir dənə. Özün fikirləşməsin. Məsələn, qadının fikirləşsin, uşaqları fikirləşsin. Orada bir dənə özü deyil axı. Məsələn, bəziləri gedirlər xaricə, məsələn, İngiltərəyə, Amerikaya. Ola bilər o özün qorusun. Amma uşaqları artıq getdi yəni. Vəssalam. Yəni uşaqlar onluq deyil artıq. Orada ab-hava tam başqadır. Yəni, onun nəvələrindən heç danışma. İtdilər, azdılar, getdilər. Bilinmir nə olacaq. Aydındır qardaşlar. Yəni yaşadığın yerə meyl elə. Yəni müsəlmanların arasında meyl elə daima. Ramazan ayında niyyət də nədir? Bilmək. Bilmək. Əgər sən bilirsən ki, sabah oruçsan və ya hətta bir ay oruç tutacaqsan, artıq niyyət var. Vəssalam. Hə, ilk gündən sayılır. Onsuz da, hətta indi də niyyətim var ki, hamımız bilir ki, sabah oruç. Niyyətimiz var artıq. Birinci gündən bir dəfə deyil. Həm də, hə. Demək lazım deyil, bilməkdir. Niyyət bilməkdir. Lazım deyil, demək, mən filan kəs namaz qılam, qibləyə baxaraq 4 rükət, imamla, Allah rızası üçün, nə bilim, dəhşət. Yəni bir dəfə. Niyyətdir, bilməkdir, bilmək. Səhər axşam zikirlərini müəyyən zikirlər var, 3 dəfə, 7 dəfə təşkil. Onlar səhihdir, yoxsa onlar bir dəfə deyil? Var, bəzilər səhihdir, bəzilər hə. Zəiflik var, amma belə ümumən hə. Deməkdə inşallah bilməz. Yox, yəni şiddətli zəif deyilsə, əlhamdülillah hə də. Yəni o vardıbsa zikirlər, müsəlmanın qalası zat. Orada elələr var ancaq səhihləri qeyd olunur. Əlhamdülillah. Əlhamdülillah. Zikr eləyin, zikr. Həm dilini öyrəşir zikrə, qəlbin rahatlaşır. Öyrəşdirirsən özünü. Savab qazansan. Allahla səni bağlayır onda. Bağlantı yaranır. Onu yada salırsan. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Allah zikr edənlə zikr etməyənin fərqi ölülə dirinin misalındadır. Yəni Allahı zikr etməyən meyyitdir, ölü. Gəzən ölülər. Hə. Heç kimə deməli, özün üçün gündəlik, misal üçün, əstəğfurullah zikrini qeyd etsən, gündə 2000 dəfə özün üçün deyəcəksən. Yəni gündə 2000 dəfə əstəğfurullah deyəcəksən özün üçün. O gündə özümə belə şey qoyma da, yəni qayda. Hədd qoyma da, hədd qoyma. 2000 dəfə hər gün. Hər gün lazımdır öyle. Elə saysız. Saysız elə hə. Amma qaldı ki, hədd qoyursan, necə sufilər eləyir. Müridlərinə ev tapşırıqları verirlər. 17 qapıdan keçmək üçün. Birinci qapıda məsələn, nə bilim, o Şaulinə bənzəyir hə. Nə bilim, birinci qapıda gündə 1000 dənə, sonra biraz çoxalır, deyir 2000 dəfə. Axırda, nə bilim, 100.000 dəfə. Onlar hamısı bidədir, bidə. Yəni, insanlar sünnəni öyrənsinlər, xurafatları yox. Əlhamdülillah, sünnə aydındır, azdır. Yəni, baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem 100-dən çox zikir eləməyib. Gəlməyib ki, 10.000 dənə zikir deyib. Ən çox 100 deyib, ən çox. Ola bilər, özü biraz çox eləsin, amma gəlməyib o. Ən çox 100. Yəni, İslam hətta ibadətdə ifratın əleyhinədir. İfratçılıq olmaz. İfratçılıq düzgün deyil, qardaşlar. Əlhamdülillah, dinimiz rahat, yüngül. Yəni, onu elə, sən onları eləsən, nə vacibdir sənə. Əlhamdülillah. Əstəğfurullah gəlib sünnədə, yoxsa əstəğfurullah və ətubu ileyh? Hər ikisi olar. Əstəğfurullah və ya əstəğfurullah ətubu ileyh. Fərqi yoxdur. Dil və əstəğfurullah asan gəlirsə, onun istifadə. Hə, olar. Olar, əstəğfurullah gəlib də. Nə gəlib onu eləyə bilərsiniz. Eləməyin, nə gəlməyib.
Aydındır. Bəli, bəli. Axırıncı sual olsun. Olsun. Qardaşlar da həm də biraz keçir. Uşaqlar yorulublar. Hə, sən ver axırıncı. Balaca, hə, ya sən ver sonra yaxşı. Özündən balaca, özündən böyük namaz qıldırmağı düzgündür. Yəni ayələri, surələri çox bilirsə. Olar, sən, olar. Məsələn, qardaş soruşur ki, imam deyən balacadır yaşda. Amma surələri çox bilir. Olar, olar qılmaq, əlbəttə. İmam Şafii 6-7 yaşında imam dayanırdı. Hə, indi soruşun. Axırıncı. Müxaliflər bu orucu bizlə bərabər tuturlar. İndi Ramazanı bizlə bərabər keçirməklərinə dərəcədə. Bilirsiniz qardaşlar, indi o müxaliflər ki var, orucu tutmurlar ölkənə, o səhvdir. O səhvdir. Birinci, ölkəyi müxalif oldular. İkinci, bu səbəbdir, sonra başqa şeylərdə müxalif olacaqlar. Onlar yaxşı qapı açmırlar. Yaxşı, onların işlərində özləri də deyirdilər ki, kim bayram məsələlərində, ay məsələlərində müxalif olur, sonra gedir təkfirçi olur. Onlardan özlərindən etiraf edənlər var idi. İndi müəyyən səbəblərə hamısı yol tutub, müxalif olmaq, müxalif olmaq. Müxalif olmaq yaxşı şey deyil. Ölkəyə müxalif olmaq olmaz. Ölkənlə get, cəmaatınla get. Aydındır? Yaxşı əlamət deyil o. Bəziləri başa düşmürlər. Amma biz görürük, məsələn, xavaricləri, o təkfirçiləri, onlar balaca şeylərdən başladı, hamısı. Balaca şeydən başladı, sonra getdi, azdı, getdi, böyüdü. Aydındır? Onlar, yəni, hikmət var da, məna var onda. Bəziləri o birisi başa düşmür. Deyir ki, nə var ya burada, heç də yoxdur. O bir qeyd etdiyim İbn Məsud girir məscidə İraqda, Kufədə görür, halqa zikr eləyirlər. İnkar eləyir, baxmayaraq zikr eləmək olar. Lakin o formada, o şəkildə olmaz. Sahabi inkar eləyir. Sonra ravi deyir ki, bunu nəql edən. Deyir, Nəhrivan döyüşündə onları gördüm, xavariclərin arasında. O zikr eləyənləri. Fikir versən, birinci zikr eləyirdilər. Belə baxanda biri sənə deyə bilər ki, yəni ona görə müxalif olmaq şərdir. Olmaq lazımdır. Aydındır. Bəziləri belə elə bilər, nə var, nə olsun? Nə olsun, nə söhbət gedir, biz də deyirik, nə olsun. Baxmayaraq, biz də deyirik, hələ rəy var. Baxmayaraq, indi tətbiq olunmur o rəy. Lakin onlar götürüblər, tətbiq olunmasa da, müəyyən səbəblərə görə. Amma hər halda müxalif olmaq düzgün deyil. Çünki bu, ümumi ölkənin əhalisinə aiddir, ona görə. Aydındır. Bəsdir bu qədər. Allah razı olsun. Yavaş-yavaş çıxaq.